Ümumiyyətlə, bu dönəmlər artıq respirator virus infeksiyalarının, yəni yuxarı tənəffüs yolu infeksiyalarının ən çox görüldüyü vaxtlardır. Bunların əsas səbəblərindən biri bildiyimiz kimi artıq məktəblərin, bağçaların açılması, havaların soyumasıdır ki, çünki insanlar daha çox qapalı mühitdə olur ki, və bu da insanların bir-birindən xəstəlikləri keçirməsinə daha uyğun şərait yaranır. Eyni zamanda uşaqlar ümumiyyətlə bu respirator virus xəstəliyinin ən rahat daşıyıcılardır. Ona görə uşaqlar arasında bu xəstəlik daha geniş yayılır və böyüklərə də keçə bilər. Bu virusun adını daha çox gördüyümüz virus influenza virusu, yəni normal bildiyimiz mövsümi qrip xəstəliyidir ki, bunun da simptomları fərqli ola bilər. Bəzən bəzi insanlarda qızdırma, öksürək, burun axıntısı daha ön plandakən, bəzilərində dediyimiz kimi hətta bu simptomlar olmadan sadəcə baş ağrıları, halsızlıq, bədən ağrıları, şikayətlər ola bilər. Ona görə yəni tibbdə 2 vurur ki, 4 dəyəmir. Hər bir xəstəyin özünün fərqli simptomları, fərqli əlamətləri ola bilər. Burada qorunma üsullarına gəldikdə əslində tam artıq vaxtıdır. Bildiyimiz kimi, ümumi Dünya Səhiyyə Təşkilatı tərəfindən hər il xüsusi risk qrupundakı insanlara qrip əleyhinə vaksin tövsiyə olunur və ən doğru vaxtı isə oktyabr-noyabr aylarında bu qrip əleyhinə vaksinlərin vurulmasıdır. Artıq ölkəmizdə Səhiyyə Nazirliyi tərəfindən poliklinikalara bunlar gətirilib, verilibdir və tam rahat şəklində insanlar bu qrip əleyhinə vaksini vurdura bilərlər. Bundan başqa şəxsi gigiyena qaydaları burada çox önəm xüsusiyyət kəsb edir. Bəzi insanlar var ki, məsələn, uşaq evdə hər hansı halsızlığı, yorğunluğu, yuxarı tənəffüs yolu xəstəlikləri simptomları, yəni asqırma, öksürmək kimi şikayətlər var. Bu zaman uşağı mümkün qədər evdə təzyiq etmək daha uyğundur. Çünki bu uşağın məktəbə getməsi, bağçaya getməsi bu xəstəliyin daha da yayılmasını gətirib çıxarda bilər. Əgər hər hansı bir insan özündə şikayət hiss edirsə, toplum içərisində çıxarkən maskalardan istifadə olması mütləq vacibdir. Bundan başqa da immun sistem isə bu xəstəliklə mübarizədə çox önəmlidir. Buna görə də normal qidalanma, balanslı qidalanma, bol miqdarda maye qəbulu, yuxu rejiminə riayət olunması, stres faktorunun idarə olunması da güclü immun sistem üçün çox-çox vacibdir.